Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, ərinə xəyanət edən qadınlar xəyanətin üzəri açılarsa, nə tipdən bir açıqlamalar verir və nə tipdən bəhanələr uydurur. Təbii ki, burada bir şey qeyd edeyim ki, xəyanətə səbəbiyyət verəcək ciddi səbəblərdən söhbət getmir. Tipik qadın bəhanələri. Xəyanətin üzəri açılarsa, qadın belə deyə bilər. Məsələn, mənə çox yerə getməyə icazə vermirdi. Bilirsən, o məni o qədər çox yaxşı anlamırdı. Amma oğlan məni çox yaxşı anlayırdı. Ərim son zamanlar mənimlə az maraqlanırdı. Mənə az dəyər verirdi. Demir, heç dəyər vermirdi. Az dəyər verirdi. Mənimlə axır zamanlar ortaq bir şeylər etmirdi. Məni gəzməyə aparmırdı. Və yaxud da axır zamanlar məni incidirdi. Bu kimi qəbildən olan bəhanələr o xəyanətin üzərini örtmək üçündür. Diqqətinizə görə minnətdaram. Sağ olun.